Salam, axşamınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Sahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Antiterror əməliyyatı hamıya dərs oldu. Prezident İlham Əliyevdən açıqlama. 750 min şagird təhsili tərk etdi. Daha 16 məhbus edam edildi. İranın nüvə proqramının ləğvi ilə bağlı çağırış edilib. Rusiya, Amerika və Avropa ilə ticarətdən milyardlar qazanır. İndi isə daha ətraflı. Biz heç vaxt müharibə istəməmişik və mən 17 il Ermənistan rəhbərləri ilə danışıqlar aparmışam. Bu fikirləri Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşa kəndlərinin sakinləri ilə görüşü zamanı deyib. Onları inandırmağa çalışmışam ki, əgər siz öz xoşunuzla torpağımızdan çıxmasaz, müharibə qaçılmazdı. Amma onlar hesab edirdilər ki, bu olmayacaq. Hesab edirdilər ki, onların arxasında duran böyük dövlətlər, güclər, onlara silah verən, pul verən, siyasi dəstək verən onları hər dəfə, hər zaman qoruyacaq. Amma bizim iradəmizi düzgün hesablaya bilməmişdilər. Amma mən dəfələrlə onlara demişdim ki, öz xoşunuzla çıxın. Hətta 2-ci Qarabağ müharibəsindən sonra, artıq bizim şanlı zəfərimizdən sonra, Şuşanın azad olunmasından sonra onlara deyirdim ki, Azərbaycanda separatçılığa yer yoxdur. Gəlin Azərbaycan qanunlarına tabe olun. Gəlin Azərbaycan vətəndaşlığını qəbul edin və burada yaşayın. Sizə söz deyən olmayacaq. Yenə də bizə qarşı həm hərbi təxribatlar, həm də siyasi təxribatlar, yekəxanalıq və faktik olaraq mənfi münasibət özünü göstərdi. Ona görə 19-20 sentyabr antiterror əməliyyatı onlara dərs oldu və hamıya dərs oldu. Cəmi bir neçə saat davam edən hərbi əməliyyat separatçıların kökünü kəsdi və onların ümid bağladıkları yerlər də səssiz qaldı. Çünki Azərbaycan ordusu qarşısında heç kim dura bilməzdi. Azərbaycan xalqı qarşısında heç kim dura bilməzdi. Ona görə də biz haqlıyıq. Bugün haqlı olduğumuzu bir daha burada sübut edirik. Onlar şəhər və kəndlərimizi yerlə ihsan etmişlər. Biz isə qrup yaradırıq, deyə dövlət başçısı vurğulayıb. Davam edirik. Ötən təhsil ilində İranda 750 min şagirdin təhsili müxtəlif səbəblərdən yarımçıq qalıb. Bu haqda Tehran Dəftərxana Ləvazimatları İttifaqının başçısı Möhsün Gülüstani məlumat yayıb. O, şagirdlərin təhsillərinin yarımçıq qalmasının əsas amilinin yoxsulluq olduğunu deyib. Yoxsulluq və təhsil xərclərinin artması şagirdlərin məktəbi buraxmalarına səbəb olan amillər arasında birinci yeri tutur. Həmin şagirdlərin 150 mininin 1-5-ci siniflərdə oxuduqları bildirilib. İranın Şiraz, Səbizvar, Məşəd, Əhvaz, Qum, Həmədan, Yəsuc, Rəşd və Xürrəməbad şəhərlərinin həbsxanalarında 16 məhbus edam edilib. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Onlar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar. Bununla da cari ildə kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı 933-ə çatıb, onlardan 26-sı qadındır. Biz İranla imzaladığımız razılaşmada nüvə obyektlərində işlərimizin yenidən başlaması üçün texniki mərhələləri müəyyən etmişik. Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktoru Rafael Grossi agentliyin ümumi konfransının 69-cu sessiyasında çıxışı zamanı deyib. Grossi İranla agentlik arasında olan etimadın bərpa olunması üçün səylər göstərildiyini bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında razılaşma imzalanıb. Bu razılaşmanın mətni ictimaiyyətlə bölüşülməyib və bu İran daxilində bəzi siyasi dairələrdə narazılığa səbəb olub. Amerikanın energetika naziri Chris Wright bildirib ki, İranın nüvə proqramı, o cümlədən uranın zənginləşdirilməsi və plutonium emalı üzrə bütün obyektlər tamamilə ləğv edilməlidir. O, bunu Viyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin illik konfransında deyib. Əgər bu əvvəllər kifayət qədər aydın olmayıbsa, Amerikanın İranla bağlı mövqeyini təkrarlayıram. İranın silah yaratmağa aparan nüvə yolu, o cümlədən uranın zənginləşdirilməsi və plutonium emalı üzrə bütün obyektlər tamamilə ləğv edilməlidir, deyə Wright vurğulayıb. İran təhlükəsi İsraildən kənarda Körfəz və Avropaya da yayılır. Bunu Amerika dövlət katibi Marco Rubio İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında deyib. Rubio Vaşinqtonun İrana maksimum təzyiqi davam etdirəcəyini deyib.
Amerika dövlət katibi Tehranın təhdidinin İsraildən kənara, Körfəzə və hətta Avropaya da yayıldığı barədə xəbərdarlıq edib. O, Amerikanın İsrailə dəstəyini davam etdirəcəyinə söz verib. İran təhlükəsi İsraildən kənarda, Körfəz və Avropaya da yayılır. Biz İrana maksimum təzyiqlə davam edəcəyik. İran regionun və Avropanın sabitliyinə təhlükə yarada biləcək uzaq mənzilli raketlərə malikdir. Avropalı müttəfiqlərimizi İrana qarşı sanksiyalar tətbiq etməyə təşviq edirik, deyə Rubio qeyd edib. O bildirib ki, Həmas regional sülh və təhlükəsizliyə təhdid yarada biləcək silahlı qüvvə kimi məhv edilməlidir. Həmas artıq silahlı bir element kimi mövcudluğunu davam etdirə bilməz. Rubio Qəzzada bütün İsrailli girovların azad edilməli olduğunu əlavə edib. Davam edirik. Rusiya-Ukrayna müharibəsindən 3 il yarım keçməsinə baxmayaraq, Amerika və Avropa İttifaqı hələ də Rusiyadan milyardlarla dollar dəyərində enerji və digər mallar idxal etməyə davam edir. Bu mallar sırasına mayeləşdirilmiş təbii qaz, zənginləşdirilmiş uran və digər resurslar daxildir. Bununla bağlı Reuters məlumat yayıb. Məlumatda qeyd olunur ki, Eurostatın məlumatına görə idxal və ixracla bağlı bir sıra məhdudiyyətlər tətbiq edildikdən sonra 2022-ci ilin 1-ci rübündən 2025-ci ilin 2-ci rübünə qədər Avropa İttifaqının Rusiyaya ixracı 61%, Rusiyadan idxalı isə 89% azalıb. Buna baxmayaraq Avropa İttifaqı hələ də Rusiya nefti, nikel, təbii qaz, gübrə, dəmir və poladını almaqda davam edir və onların ümumi ticarət dövriyyəsi 14,5 milyard avro təşkil edib. 2022-ci ilin yanvarından bəri Amerika Rusiyadan ümumilikdə 24,5 milyard dollar dəyərində məhsul idxal edib. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.